Salam, hər vaxtınız xeyir əziz dostlar. 21 may 2026-cı il. Bu gün Ukraynada milli geyim günüdür həm də. Mən Kiyev telegülləsinin yanındayım. Burada həm də bilirsiniz, mən sizə demişdim. Babin Yar deyilən tarix memorial kompleksinin yanındayım. 1961-ci ilə qədər 16 il qadağa, 16 il yox, 20 il qadağa edilmişdi. 41-ci ilin sentyabrında Kiyevi götürən faşistlər burada kütləvi qırğınlar törədiblər. Burada qardaşlıq qəbirləri var, qəbirstanlıqları var. İnsanları deməli yer qazıb, gülləliyib, ölüb-ölməyib hamısını torpaqlamışdılar. Yəni bu günə qədər də belə deyək, bu sahələrdə axtarışlar davam edir. Həm də göstərmək istəyirəm ki, 2022-ci ilin fevralın 23-dən 24-nə keçən gecə biz bax bu foto telegülləni qoruyurduq. Telegüllə ilə üzbəyiz, biləm görəcəksiniz yoxsa yox. O tərəfdə bir ona karandaş da deyirlər. Göstərim, çalışaram göstərim sizə. Orada arada görürsünüzsə. Göstərim sizə. Orada Dövlət Televiziya Radio-İşlər Komitəsinin ümumiyyətlə var, hamısı studiyalardır, telekanalların arasında. Deməli biləsiniz, biz buranı qoruyurduq və ilk mərmi, ilk raket zərbələrindən biri Rusiyada həmişə olduğu kimi deməli televiziya gülləsinə edilmişdi. Necə ki 90 yanvarında yadınıza gəlirsə, amma o günləri yaşayanlar bilirlər ki, Bakıda televiziyanın transformator stansiyasını, ASTV-nin transformator stansiyasını patlatmışdılar ki, insanların heç nədən xəbəri olmasın. Həmən tarixi bizə yenə Rusiya tərəf yaşatmaq istəyirdi ki, heç kəs bilməsin Ukraynada nə baş verir. Birinci raketlərdən, birinci hardasa 5-6 raket. Çünki onlar ardıcıl atırırdılar. Mən dəqiq deyə bilmərəm. Birinci idi ya, 5-ci idi, neçə idi. Amma birinci onluqda dəqiq idi. Bu raketlərdən biri də baxırda idarə olunma yeri var. Ora dəymişdi. Sadəcə olaraq bina, daha doğrusu konstruksiya çox kapital bir konstruksiyadır. Ona görə aşmadı güllə. Yəni, qısa təmirdən sonra televiziya öz fəaliyyətini dayandırmadı. Həm də qısa təmirdən sonra deməli öz rəngləri bərpa olundu, təmizləndi. Həmin o məsələlər sonra bura küçələrə bax, buralara da mərmilər düşmüşdü. Bura neçə dənə mərmini, raketi eyni vaxtda atmışdı ruslar. Aydındır, rusların dəqiqliyi ilə bağlı həmişə problemlər olub. Onların raketlərinin dəqiqliyi ilə həmişə problemlər olub. Burada arada meşənin içində dediyim o memorial kompleksidir. Demək, doğrudan da ağır günlər olub. Dediyim kimi 1941-ci ilin sentyabrında Almanlar əslində Kiyevə yaxınlaşmışdılar hardasa iyulun son günlərində. Təxminən iyulun ilk günləri, amma elə 22-ci ildə həmin o İrpin tərəfdən olduğu kimi yenə keçə bilməmişdilər. Çünki rusların da heç bir belə görsənir ki, başları işləməyib. Yəni heç olmasa 2-ci Dünya müharibəsinin tarixini bilənlər bilməlidirlər ki, həmin ərazilər torfluqdur, bataqlıqdır, İrpin çayı var, oradan keçmək belə asan deyil. Yəni 2022-ci ilin fevralında gələndə də yenə ruslar orada ilişdi. Kiyevin götürülməsi cənub hissəsindən baş verib. Yəni əvvəl belə deyək, qərbdən, İrpin tərəfdən gələndə təxminən ay yarım el orada Sovet qoşunları, Kiyevi müdafiəçiləri onlar yenə məhv eləmişdilər. Ona görə cənub hissəyə gedib cənubdan girmişdilər Kiyevi. Və aydındır ki, sentyabr ayı, sentyabrın 29-u deməli, insanlara cərgələdib. Valla fərqli rəqəmlər deyirlər. 120 min deyən də var, 90 neçə deyən də var. Çox böyük bir rəqəmdir. Hər halda 100 min ətrafında, 100 mindən çox insanı gətirib burada bu deməli, kanallar qazdırıb, torpaqlar qazdırıb, orada hamısını gülləliyiblər. Çox ağır bir, böyük bir faciə baş verib. Burada yer gəlmişsən, yaxınlıqda yolun otayında Yəhudi qəbirstanlığı var. Tarixi Yəhudi qəbirstanlığı. Yolların da üstündən deməli yol keçir. Onu da biləsiniz. Çünki Yəhudilər həmişə bununla bağlı öz protestlərini bildirirlər ki, qəbirstanlığın üstündən yol salmaq olmaz. Sovet hökuməti belə olub da, yəni
Bu Stalin baxışı olub, komünist baxışı olub. Yəni istədim ki, bunları özləriniz görəsiniz də bu kompleks dediyim kimi meşənin o qalınlığındadır. Orada böyük deməli abidələr var. Həm də Töləgüllərini görəsiniz ki, öz yerindədir. Allah'a şükür bütün dünya Ukrayna həqiqətlərini bilir. Yeri gəlmişkən bugün müharibə bölgəsində ciddi uğurlar var. O cümlədən şimal bölgəsində Vilça istiqamətində, yəni Vovchansk istiqamətində Ukrayna silahlı qüvvələri iki istiqamətdən irəliləyiblər və düşmən ağır itkilər verir. Düşmən də nələrsə çabalar etmək istəyir, amma onun tövlükdə böyük mənada həss edə biləcəyim ciddi sual altındadır. Ha, belə dostlar, uğurlu gün arzulayıram. İnşallah axşam görüşəcəyik, danışacağıq. Müharibə də bütün şiddəti ilə davam edir. Biləsiniz ki, Saratov vilayətindəki Sızran neft ayırma zavodunu bugün Ukrayna tərəf yenə yandırıb və mən bugün səhər Facebookda da yazmışdım. Ukrayna tərəf Rusiyanın 5 nəhəng mən deyərdim neft ayırma zavodunu sıradan çıxardığı üçün Rusiyanın benzin istehsalı 30% aşağı düşür. Uğurlar dostlar, inşallah akşam görüşərik, bu məsələlər ətrafında danışacağıq. Sağ olun, salamat qalın. Hələlik, mən də getməliyəm. Hələlik, sağ olun.